Yaxşı, zaten çox uzaqlaşmamışdım. Bir daha hər kəsi salamlayıram. Bayaqkı yaşanmamış kimi olsun. Mövzum nədir? Ürəyin işemik xəstəlikləridir. Lakin, mən indi elə bil, MI-yı, ST-li vasitəsiz, bir də səhv eləmirəmsə unstable, Fatimədə olmalıdır. Unstable-ında biraz toxunaram, və genel olaraq giriş və stabil anginadan və sairə danışacağam. İlk olaraq, patofiziologiyasından danışsaq, önəmli olan, ümumiyyətlə bütün toxumalar, yəni ki, ürək, yəni ki, təkcə ürək yox, bütün toxumalarda da oksigen lazımdır, müəyyən oksigenə ehtiyacı var və oksigen tələbi ilə onun oksigen tələbinin ödənilməsi arasında natrazlıq olanda işemiyaya və oksigen çatışmazlığına gətirib çıxardır. Və miokardial tələbin əsas göstəriciləri nələrdir? Bunlar miokardın yığılması, ürək döyünmə sayı və miokardın gərginliyidir. Bir də ki, bu Harrison'da idi, səhv eləmirəmsə, koroner axına qarşı müqavimət 75% halda 3 əsas arteriyaya görə müəyyən olunur. R1 geniş epikardial arteriya, R2 prearteriolalar, R3 arteriola və intramiokardial kapilyar damarlar və yaranma səbəbi kimi də tələb artır, lakin axın limitlidir. Buna misal olaraq da left ventrikular hipertrofini misal göstərmişdi. Bəlkə tutalım, yəni aortada stenoz oldu, oradan kifayət qədər qan ötürülə bilmir. Qan ötürülə bilmədiyi üçün miokard özü də qanla təchiz oluna bilmir. Buna görə də yəni belə dövrü olaraq oksigen çatışmazlığını gətirib çıxardır. Ümumiyyətlə, aterosklerozdan danışsaq, qısa da olmayaraq, yəni aterosklerozun necə baş verdiyindən və s. danışmaq istəyirdim. Ümumiyyətlə, ateroskleroz özü təməl bir lezyon plakıdır və ilkin lezyon olaraq yağlı cizgilənmələr olur. Məsəl üçün, TUS-da və s. belə suallar çıxırmış. Məsəl üçün, ateroskleroz nədir? Əsasən intima zədələnir. Burada da özünün 4 mərhələsi göstərilir. İlkin lezyon olaraq initial lezyon və yaxud da ki, fatistrik, yəni ki, ilkin bizdə yağlı cizgilənmələr olur. Belə suallar düşürmüş. Suallarda var imiş ki, TUS-da məsəl üçün yağlı cizgilənmələrdə tərkibi nədir? Makrofaqlar, T limfositlər, bir də ki, düz kas hüceyrələridir və daha sonra isə artıq arı lezyonlar, ateromalar və fibroz plaklar yaranır. Bunlarda da məsəl üçün plakın tərkibini soruşa bilir ki, o da nədir? Düz kas hüceyrəsinin proliferasiyası, lipid depolanması və yaxud da ki, fibroz başlıqdan oluşur. Belə deyəndə ki, 4 mərhələsi var. Ümumiyyətlə bildiyimiz kimi low density lipoproteinimiz var və high density lipoproteinimiz var. Bizdə də ki, nə üçün biz low density-dən yəni ki, çəkinirik? Bunun səbəbi isə onun oksidləşməyə daha çox meyilli olmasıdır. Burada nə olur? White blood cell-lə makrofaqlar bir-biri ilə yəni ki, birləşir və LDH özü makrofaqlar tərəfindən udulur və xüsusi form sellərə çevrilir. Bunlar da hansılar ki, düz kas hüceyrələrinin tərkibində toplanılır. Həmçinin T hüceyrələri ilə bir yerdə və xüsusi olaraq fatistriklər yaratmış olur və bunun da iltihabi bir proses kimi orada platelet derived growth faktor, fibroblastlar, endotelin, interleukin 1 və s. burada olur və daha sonra isə fibroz plak yaranır orada və fibroz plakın özü də cırılmağa daha çox meyilli olur və aterosklerozda yəni ki, risk faktorları üçün belə bir mnemonik var idi. Bad heart əsas nədir? Bədən kütlə indeksinin 30-dan çox olması, obezlik, yaşın 65-dən çox olması, diabet, hipertensiya, alkol, LDH-ın yüksək miqdarı, ürək xəstəlikləri və tabak. Bura dedik. Ümumiyyətlə, aterosklerozu ən çox tutulan arteriya hansıdır? Abdominal aortadır birinci yerdə, ikinci yerdə koroner arteriyalardır, üçüncü yerdə MSS-in arteriyalarıdır və ən az tutulanlar, bu da sual kimi var idi, pulmoner arteriya və çıxan aorta. Risk faktorlarını da bayaq dedik. Məncə dərinə o qədər də getməyə bir mənası yoxdur. Səbəb olaraq da yəni bir də buna toxunacağım. Bəlkə ən sıx aterosklerozdur. Belə deyək ki, böyüklərdə
şeydir, poliartritik nodozadır. Subklinik olaraq koroner arteriya tutulumu verir və uşaqlarda eynisini deyəndə Kawasaki-ni nəzərdə tuturuq. Başqa travmalar olur, koroner anomaliyalar doğuşdan olur, aorta disseksiyonu səbəb ola bilər və bundan başqa direkt travmalar ola bilər. Məsəl üçün, infeksiyon, yəni ki, endokardda olan xəstədə empolun qopub tutması və yaxud ki, miksema, lupus, endokarditi, bunları deyə bilərik. Radiasiya və transplantasiya üstə səbəb ola bilər. Xəstəliklərdən də veqaner, lupus və reumatoid artriti əsas vermişdim. Burada da eyni risk faktorlarıdır. Bunu biraz anlamadım. Sizə də bir sual vermək istəyirəm. Bizim müəllim həmişə deyirdi ki, 1, 2, 3, 4, 5-ə qədər sıralayırdı və burada səhv eləmirəmsə, məsəl üçün 1 HDL-in norması kimi verirdi. Amma HDL-in norması 60-dır səhv eləmirəmsə, amma onun dəyişə bilər hansısa bir vahidi olaraq. Burada nəyi nəzərdə tuturdu, ona baxanda biraz əlaqəsini tuta bilmədim. Ona görə qeyd eləmişdim o vaxtda hələ slaydı düzəldəndə. Amma indi biraz tuta bilmədim. Bunlara baxırıq əsas göstərici olaraq. Bir də aterosklerotik indeksə. Aterosklerotik indeks nədir? Ümumi miqdardan high density-ni çıxıb high density-yə bölürük. Yəni, bu da norması 4 olmalımış kimi gəlir. Amma şeyə baxanda HDL-ə baxdım, o da ki 1 deyildi. Ona görə biraz qəribə gəldi mənə. Bilən olsa fikrini bildirər. Bir də ki, belə bir şey var idi ki, xolesterinin miqdarı aşağı olanda biz onkologiyadan şübhələnirik. Belə bir bilgi də var idi. Amma yəni ki, açıqlamasını bilmirəm. Sonra bu Harrisondan götürülmüş bir şeydir. Harrisonda qeyd olunmuşdur. Ümumiyyətlə də belə baxanda angina, stabil anginada əsasən subendokardiumda işləmək olur və daha gərgin keçir bunda. Başqa burada nə deyə bilərik? Mədəciyin geniş işəmiyəsi olanda left ventrikulda çatışmazlıq olur, papillar əzələrdə zədələnmə və mitral regurgitasiya görürük. Ümumiyyətlə belə baxanda da stabil anginada işəmiya keçici olur. Amma anstabildə isə keçici olmur. 15-20 dəqiqə davam eləmiş olur. Buna da biraz toxunacağam. Stabil anginada hamımız bilirik, yəni artıq ki 5 dəqiqə davam edir və intensiv bir işlə, stresslə bağlı olmuş olur. Və əgər uzadılmışdırsa, miokard nekrozu, yəni ki, MI klinikası olmadan MI də ola bilir. Normalda belə bir bilgi var idi ki, pi turşularını qlikozaya və hüceyrə daxili pH azaldır pi turşuları. Nə qədər doğrudur bilmirəm. Zəif hüceyrə membranı potasium itkisinə, sodium apteket isə həmçinin hüceyrə daxili kalsiumu artırır. ST elevasiyası bildiyimiz kimi transmural işəmiyyədə olur və ani ölənlərdə də işəmiyyəyə bağlı taxiaritmiyalar görülür. Ümumiyyətlə, stabil anginaya gələndə, stabil angina dedik ki, müəyyən bir səbəb olur, fiziki yükə və yaxud da ki, stressə bağlı olmuş olur, reversible-dır. Yəni, 2-5 dəqiqə dincəldikdən sonra keçir. Bu xəstələr, yəni ki, əgər ürək ağrısı olur və 1-5 dəqiqə keçirsə, gəlib, yəni ki, acilə müraciət eləmir və ona görə də bizə müraciət elədikdə artıq xronik stabil angina vəziyyətində olmuş olur. Və əsasən bunlar hansı xəstələrdir? 50 yaşından yuxarı kişilər və yaxud ki, 60 yaşından yuxarı qadınlardır. Və burada ağrı əsasən Levins kimi göstərmişdi. Yəni, sağ əlini, yəni ki, sol ürəyini üstlərinə tutmuş olur. İntraskapulyar regionda, boynun elə bir kökündə, dişlərdə və yaxud da ki, çənədə, epigastrumda ağrı və ya hətta ürəkbulanma ilə də gəlmiş ola bilər. Nəsə qalırmışmış kimi belə bir hissi də olur. Bir boğazında nəsə qalıb. Və trapez bayaq şəkildə də gördüyümüz, yəni ki, əzələdə heç vaxt iridasiya etmir. Orada ağrı olarsa isə biz perikarditdən şübhələnirik. Sonra burada ilk olaraq ilk tərcihimiz nədir? Beta blokerlərdir. Əgər beta blokerlərin hər hansısa bir xeyri olmazsa, onda kalsium blokerləri və yaxud ki, nitratlar veririk. Əslində, belə xəstələrdə ilk olaraq dil altına nitrogliserin qoyulur və əgər nitrogliserin keçilirsə bu stabildir, nitrogliserin keçmirsə anstabildir.
Daha sonra ranolazin, bu geç sodyum kanal blokeridir. Bu da işemik hücrelərdə kalsium birikimini azaldır. Bundan başqa evobradin, ifi kanal blokeridir. Yəni bu xəstələrdə istifadə olunur. Nikorandil, potasyum kanal aktivasyonuna ATF bağlı aktivasyonu eləyir. Məsəl üçün, burada tuzda şey verməmişdi ya da ki, bəlkə mənim gözümdən qaçmış olar. Antikoagulant istifadəsini verməmişdi, səhv eləmirəmsə, amma genel olaraq DUSda demişdi ki, suallarda da şey düşür. Məsəl üçün, ikili antiplatelet tədavisini daha çox anstabildə veririk. Amma səhv eləmirəmsə, burada daha sonraki şəkillərdə qoymuşam. Orada guideline kimi istifadə eləmişdi. Yəni məncə də istifadə oluna bilər, amma yəni ki, tam da göstərici deyil, lakin amma istifadə eləyə bilərik. Və angiografiya haqqında da geniş olaraq şeyi verəcəm. Yəni ki, göstəricilərini, indikasiyalarını, kontraindikasiyalar haqqında danışacağam. Belə bir şey var idi. 4 təməl özelliyi var stabil anginanın. Xarakteri əsasən baskı tipli olur, lokalizasiya olunmur, yanma ola bilər, paralel olaraq dispno, mədə rahatsızlığı və baş gicəllənmə ilə gələ bilər. Müəyyən bir provok edən faktoru var və davam etmə müddəti qısadır, 2-5 dəqiqə. Əgər 15-20 dəqiqə davam edirsə, artıq biz akut koroner sindromu haqqında fikirləşirik və bu xəstələrdə nitrogliserin ağrı keçmiş olur. Və burada da yanaşma idi əslində. Ümid edirəm görünür. Stabil göğüs ağrısı olan bir xəstə gəlirsə, burada əgər onun klinik olaraq riski dəyərləndirilir və əgər düşükdürsə, onda hər hansısa bir test etməyə ehtiyac yoxdur. Amma klinik riski əgər yüksəkdirsə, onda biz bu xəstəni BT angiografiyaya göndəririk və yaxud da ki, stres testə göndəririk. Və BT angiografiyada bizdə obstruktiv olaraq 50%-dən daha çox çıxarsa, bunu biz göndərə bilərik fraksional akım rezervinə. Əgər bu 0.8-dən kiçik çıxarsa, göndəririk invaziv koroner angiografiyaya. Əgər obstruksiya 50%-dən çoxdursa, direkt olaraq angiografiyaya göndərə bilərik. Və ya da ki, stres testi də müsbət çıxarsa, angiografiyaya göndəririk. Buradakı Harrison'dan idi. Əgər pasiyent, yəni ki, eksersiz zamanı problemi, yəni ki, adekvat eksersiz eləyə bilirsə, onda bunu EKG eləyirik. Hər hansısa bir problemi varsa, yoxdursa treadmill'ə göndəririk, varsa imaging'ə göndəririk. Bu da EKG ola bilər, echo ola bilər, nuclear perfusion scanning, cardiac MI scan və də cardiac PET scan vermişdi. Və ümumiyyətlə belə istisnalar var idi ki, əgər qadındırsa və şəkərli diabeti varsa və yaxud da ki, bu, yəni ki, unutdum adını, bizdə angina petrozis, anginası atipik lokalizasiya ola bilər bu xəstələrdə və trigger faktorundan direkt olaraq əlaqəsiz ola bilər. Hətta asimptomatik də ola bilər. Və bu xəstələrdə direkt olaraq ateroskleroz axtarmalıyıq. S4 nadir hallarda da S3 görünə bilər. Holosistolik mitral regurgitasiya nəticəsində və yaxud da ki, orta geç sistolik görə bilərik bunlarda. Pulmonar hipertenziya və yaxud da ki, hipertrofi kardiomiyopatiyanı inkar eləməliyik bu xəstələrdə. Ümumiyyətlə, laboratoriyaya baxanda əsas bizdə nədir? Lipid profilidir, urinə baxırıq, glikozaya baxırıq, glikozilləşmiş hemoqlobinə baxırıq, kreatinin, hematokrit, tiroid funksiyalarını yoxlayırıq, kardiak rentgen də eləyə bilərik, bir də ki, C-reaktiv izolala da baxa bilərik. Və əsas yeri Harrison stres testi vermişdi. Ümumiyyətlə, əgər tənəffüs çatışmazlığı varsa xəstənin və yaxud ki, ST depressiyası 0.2-dən çox olarsa, sistolik təzyiqi 10 millicivə sütunundan çox azalırsa, ventrikulyar taxarritmiyası varsa, bu zaman əgər stres test eləyiriksə də xəstəyə, o zaman biz testi anında durdururuq. Və burada da məsələn, bu xəstələrdə əgər stres test eləyirsə, normalda onun heart rate 220-dən onun yaşını çıxdıqda alınan rəqəm qədər olmalıdır.
Əslində bu xəstələrə, yəni ki, təkcə exercise treadmill-lə eləməyə də bilərik, farmakologik olaraq da eləyə bilərik. Ümumiyyətlə, inotroplarda dovitamin verə bilərik, amma bunun da kontraindikasyonları var. Məsəl üçün, əgər ventrikulyar aritmiyası varsa, onda kontraindikadır dovitamin və vazodilatatorlar da verə bilərik ki, onun da kontraindikaları var. Və ümumiyyətlə, biraz qəribədir, amma stres treadmill-də olan xəstəyə qiymətindən asılı olaraq eyni zamanda EKG də icra oluna bilər. Exoda, nükleer spektdə və PET-CT də icra oluna bilər. Təbii ki, PET-CT bahadır, amma yaxşıdır. Təkcə məsəl üçün treadmill-dəki xəstələrə EKG eləyəndə, onda əgər bu şeylər varsa, göstəricilər varsa, onda yəni ki, tam olaraq verimli sayılmır və onun qısaltma olaraq da belə mnemonik eləmişdi ki, Volkswagen drivers don't litter. Yəni, əgər pacemaker varsa xəstənin, Wolff-Parkinson-White sindromudursa, left bundle branch blokudursa və yaxud da ki, ST depressiyası varsa, onda bizdə kontraindikadır. Yəni ki, tam EKG bizi ödəmir, tatmin eləmir. Ümumiyyətlə, yanlış müsbətlər də ola bilər. Asimptomatik kişilərdə, 40 yaşdan kiçik, menopauzal qadınlarda, ateroskleroz riski olmayanlarda, kardiak dərmanlar qəbul edəndə, ventrikulyar hipertrofiyası olanlarda, abdominal serum potasiya levelinə uyğun olaraq bunlarda biz yanlış müsbət ala bilərik. Amma genel olaraq stres testi biz USAP-lara, yəni unstable anginaya, aorta stenozu olanlarda, aorta disseksiyası olanlarda, vena trombozu olanlarda və ürək dekompensasiya mərhələsində olan ürək çatışmazlığı xəstələrə icra eləmirik. Amma bundan əlavə olaraq akut miokardit, 48 saat davam edən angina, ürək çatışmazlığı olanlarda bayaq dediyim, pulmonar hipertenziyası və aktiv endokardit olanlara icra eləmirik. Ümumiyyətlə, əgər yanımıza ürək ağrısı ilə gəlmiş olan xəstə varsa, amma EKG çəkdiyi ST elevasiyası görməsək, əgər səhv eləmirəmsə, 12 saat müddətində biz onu nəzarətdə saxlamalıyıq və bu müddət ərzində biz ona EKG çəkməliyik. Yəni ki, direkt olaraq evinə göndərsək, bu biraz bizim səhvimiz ola bilər. Və bu da əsasən keçirəm bunu, yəni ki, Duke treadmill skoruna uyğun olaraq qiymətləndirilməsidir. Və belə bir şey var idi, diaqnostik olaraq bu xəstələrə yanaşma. Diaqnostik olaraq bu xəstələrə necə yanaşırıq? Birinci, əgər yəni ki, müəyyən ağrı ilə gəldi, EKG-sini çəkdik və ST elevasiyası yoxdur. Burada daha sonra baxırıq troponinə. Troponini mənfidirsə, stabil angina fikirləşirik, stres testə göndəririk. Stres test müsbətdirsə, onda gəlir koronar kateter gəlir bunun açılışı, amma bunu mən də başa düşmədim ki, yəni ki, bunun bildiyimiz angioqrafiyadan nə fərqi var kateterləşmənin. Və daha sonra bu xəstələrdə əgər məsəl üçün gəldi, ST-si zaten yüksəkdirsə bu xəstənin, biz onu kateterə göndəririk, amma ST-si aşağıdırsa, onda biz yəni ki, ST elevasiyası görmürüksə, onda troponinə göndəririk. Troponini müsbətdirsə, yenə burada TIMI skora göndəririk. TIMI skor nədir? 2-dən böyük olmalıdır. Trombolizis in miokardial infarkt, trombolizisinə baxırıq. Və burada da onun skor olaraq pointlərini qeyd etmişəm. Biraz mənə qəribə gəldi, amma məsələn Harrisonda bunu belə verməmişdi. Və kardiak imagingdə gələndə nə edə bilərik? Stres miokardiya, radionukleid perfuziya eləyə bilərik. Bu da taliumdan və texnonitumdan olunur. Bilmirəm, bizim nəyimizə lazım ola bilər, amma bunlar da Harrisonda çox böyük yer verilmişdi deyə qeyd elədim. Və posturun PET icra olunur. Daha sonra farmakologik challenge oluna bilər. Yəni ki, periferial vaskular və yaxud ki, muskuloskeletal xəstəliklər və dispnoya olarsa, kardiak maqnetik rezonans dovitaminlə və əsas yer burada Axston skoruna verilmişdi, kalsifikasiya levelinin müəyyənləşdirilməsinə və bu xəstələrdə daha çox kalsifikasiya görünür koronar arteridə. Yəni ki, ona görə yəni ki, onlar buna çox yer verirlər.
Bizdə yenə də ilk dəfə qarşıma çıxırdı. Və yaxud da ki, mənim səhvim olmuş ola bilər. Və koroner angiografiyaya gələndə, koroner angiografiyada göstərişlər nələrdir? Xronik stabil anginası varsa, PCI varsa, bu xəstələrdə angioya göstərişli göndəririk bu xəstələri. Bypassa gedəcəksə xəstə, yenə koroner angiografiyaya göndəririk. 12 saat nəzarətdə saxlayırıq və biz onu müəyyənləşdirə bilmirik. Yenidən ağrıları var. Yenə angiografiyaya göndəririk. Daha sonra əgər xəstə heç hansısa kardiak arrest keçirdibsə, yenə angiografiyaya göndəririk. Stres test və yaxud da ki, tredmil də müsbətdir. Direkt göndəririk angiografiyaya. Miokardial infarkt keçirdibsə və yaxud da ki, miokardial infarkt riski varsa, onu da yenə göndəririk angiografiyaya və yaxud da ki, şübhələniriksə, bunda hər hansısa bir anadan gəlmə xəstəlik ola bilər, aterosklerotik səbəbdən xəstəlik olmaya bilər və yaxud da ki, düşünürük ki, ailəsində varsa, Kawasaki'dən və yaxud da ki, hər hansısa bir anormallıqdan şübhələniriksə, onu da yenə göndəririk. Bunları qeyd elədim. Bəli, indikasiyaları yenə akut MI, unstable angina, abnormal stres test, bayaq qeyd elədiklərimdir bunlar. Və müalicəsinə gələndə biz dedik ki, başda olaraq təbii ki, nitrogliserin veririk bu xəstələrə. Və bu nitrogliserin də necə təsir eləyir? Və direkt organik nitratlar ola bilər və yaxud da ki, sodium özü ola bilər, NO şəklində. Hüceyrəyə daxil olduqda guanil siklazanla birləşir saya əsərədə. Daha sonra disiklik guanizin monofosfata çevrilir, yəni onu artırır və nəticədə də ədələ relaksasiya olur. Və bundan başqa plateletlərin özlərində NO aslı guanil siklaz artır. Bu da antitrombitik effektə malikdir. Daha sonra beta-adrenergik blokatorlardan danışanda beta-adrenergik blokatorlardan danışanda təbii ki, biz simpatik sinir sisteminə yönəlik bir təsir göstərəndə bizdə heart rate-imiz azalacaq, artmış heart rate-imiz azalacaq. Bunun nəticəsində də oksigenə olan tələbat azalmış olacaq, arterial təzyiq azalmış olacaq və miokardin yığılması azalmış olacaq. Əgər xəstə aktivdirsə, onda biz bu təsiri görəcəyik. Amma əgər xəstə zaten yatılıdırsa və rest vəziyyətindədirsə, onda biz bunu görməyəcəyik. Və uzun təsirli beta-blokatorlardan istifadə edəndə bunların az miqdarı belə uzun təsir eləyir. Burada qeyd edildiklərim əsasən kontraindikələrdədir. Məsəl üçün, biz kalsium blokları, əgər beta-blokerlər təsir edir və effektini görmürsə, onda kalsium kanal blokatorları veririk bu xəstələrə. Burada qeyd edildiyim hallarda. Və kalsium kanal blokatorları aid edirik dihidropiridinlər, non-hidropiridinlər olaraq. Daha çox istifadə olunan verapamillə diltiazemdir. Amma verapamili biz beta-bloklarla istifadə etmirik, amma diltiazemi edə bilərik. Belə. Bunu sadəcə qoymuşam. Burada hər hansı bir yeri yoxdur. Amma heç orada deyirəm. Bunun hər hansı bir yeri yoxdur. Sadəcə burada link də göstərmişəm. Mnemonikləri olan farmakologiyadakı mnemoniklərin göstərildiyi bir saytdır. İstəsəz, yəni ki, girib faydalana bilərsiniz. Məsəl üçün, kalsium bloklar haçan indikasiyadır. Bayaq qeyd etdiyim kimi, əgər betalar göstərici deyilsə və yaxud da ki, təsir etmirsə, sinus düyünü zəifliyi sindromu varsa, astması və yaxud da ki, obstruktiv pulmonar xəstəliyi varsa, perimetal anginası varsa, simptomatik periferial arterial xəstəlikləri varsa, və ya da ki, depressiyası, yəni yorğunluq və s. nəsə varsa, onda istifadə edirik. Sonra qısaca olaraq desəm, anstabildən qısaca demək istədim. Əsas biz stabillə anstabili müqayisə edirik. Bu nədir? Normalda plakdır, amma anstabil olanda bu plak zədələnir və
yəni ki, damarı tutur. Nəticəsində də məsəl üçün biz stabil anginada dinlədikdən sonra keçirdisə, bu zaman damar tıxalı olduğu üçün bu tıxanıqlıq aradan qalxmayana qədər qan keçə bilmir. Ona görə də yəni ki, ağrı verməyə davam eləyir. Bu da əsas olaraq acilə xəstələrin gəlməyinin göstəricisi olur və bu xəstələrə nitrat verdikdə keçmir onlarda ağrı. Və bu xəstələrdə burada yerləşdirməmişəm. Yox, burada deyil, nəysə. Bu xəstələrdə nə edirik? Antiplatelet veririk, aspirin. Ən çox istifadə olunan birləşmə nədir? Aspirinlə klopidogrel ikili antiplatelet tədavi icra olunur. Və bundan başqa antikoagulantlar, antianginal, beta-bloklar, kalsium eyni, yəni və angioqrafi, bypass terapisi icra olunur. Bayaq qeyd etdiyim dərsində məsələn, TUS-da səhv eləmirəmsə, elə buydu. Anstabildə vermişdi antiplatelet tədavisini. Amma mənim mövzumda Harrisonda bu qeyd olunmuşdu. Dual antiplatelet terapi icra olunur. Bu da ki, necədir? Akut koronar sindrom keçirmiş xəstələrdə akut koronar sindromdan fərqi yoxdur. Əgər stent qoyulub və yaxud da ki, qoyulmayıb 12 ay müddətində biz dual duration, yəni ki, antiplatelet terapi veririk. Amma stentdən və yaxud da ki, şeydirsə bu non-akut koronar sindromdursa xəstə 6 ay müddətində biz antiplatelet dual terapi veririk. Bu da bayaq burada da əslində var idi. Prasugrel, Ticagrelor, Clopidogrel. Clopidogrel ən safe'idir, yəni ki, ən çox istifadə olunandır. Və burada məsəl üçün Ticagrel belə qısaltma var idi. Twice gündə 2 dəfə istifadə oluna bilər. Məsəl üçün Prasugreldir. Bunun hipotensisi yüksək olduğu üçün məsəl üçün bu qanaxma riskini artıra bilir bu xəstələrdə. Məsələn, bu da bayaq dediyim guideline-dır şey üçün, xronik stable angina pectoris üçün. Burada da məsəl üçün aspirin təyin olunur ardıcı olaraq, yəni ilkin olaraq. Kontraindikaları var təbii ki, amma yenə də qeyd olunub olduğu statinlər verilir təbii ki və məsəl üçün hipertensiyada görmüşük. Mənə də daha çox hipertensiyada ACE inhibitorunun verilməsi hipertensiyaya daha alışıqdır mənim üçün, amma burada da verib. Nəysə, sonra ilk olaraq, birinci line olaraq beta bloker veririk. Sonra beta bloker işləməsə kalsium bloker veririk. Amma məsəl üçün kalsium bloker və s. işə yaramadısa, artıq 4-cü line biz bunlara heç bir dərman vermirik. PPI-yə və yaxud da ki, stentə və yaxud da ki, bypass-a artıq direkt olaraq bu xəstələri göndəririk. Əslində az qalıb qurtarım. Daha sonra koronary revascularization-a gələndə, məsələn, xəstə gəlib, simptomları var və net olaraq görünür ki, işemiyası var bu xəstənin. Məsəl üçün, FFR-i 0.8-dən kiçikdir və stenozis miqdarı da 70%-dən böyükdür. Belədirsə bu xəstə, əgər yoxdursa, heç bir şey, revascularizasiyaya göndərmirik. Əgər belədirsə, onda bu xəstələrdə Syntax skorundan istifadə olunur. Əslində gördüyümüz bir şeydir. Angiografidə hər bir Syntax skoruna baxılır və müəyyən miqdar olaraq da bunları topladıqda müəyyən bir rəqəm alırıq. Ona uyğun olaraq da məsələn Syntax skoru 33-dən böyükdürsə, direkt olaraq biz bu xəstəni göndəririk koronar angiografik bypass-a. Əgər deyilsə, 22-33 arasındadırsa, onda fraksiyası 50%-dən kiçikdirsə, onda yenidən göndəririk. Yəni ki, bir-bir də, məsəl üçün, deyil, amma diabeti varsa xəstənin, yenidən gedir bypass-a. Əgər yaşı yüksəkdirsə, onda yenə gedir bypass-a və yaxud da ki, PCI-yə. Yəni, belə göndəririk və yaxud da ki, Syntax skoru 22-dən kiçikdir. Amma proximal left anterior descending coronary artery gedir. O, yəni ki, qoşulubsa, onda yenidən PCI-yə və yaxud da ki, bypass-a gedir. Əgər deyilsə, yenə PCI-yə gedir. Yəni, əvvəl-axır göndərəcəyik xəstəni.
Bayaq dediyim PCI nədir? Percutaneous coronary intervention olaraq qeyd olunur. Bu, əgər xəstədə 2 və 3 damar zədələnibsə və ya da ki, stabil simptomatikası varsa, onu da göndəririk. Yəni, bayaq da qeyd etdiyim kimi, əsasən bypassdan əvvəl, yəni həm ikisi bir yerdə də istifadə oluna bilər, ayrı-ayrı da istifadə oluna bilər. Bunun metal stendin implantasiyasından sonra 1-2-3 ay müddətində biz dual antiplatelet terapi veririk bunlarda. Və bu sualı sizlərə də vermək istəyirəm əslində. Süni klapan, bizdə müəllim demişdi ki, əgər süni klapan qoyulursa, onda varfarin veririk. Amma Xarelto vermirik. Amma bioloji klapan qoyulanda bu fərqlidir. Deyəsən ikisini də verə bilərik. Yəni ki, bu da bir sual olaraq verim. Araşdırmışdım əslində, amma internetdə də yazılır ki, varfarin veririk, Xarelto vermirik. İnternetdə yazılmışdı ki, qanaxma riskinə görədir. Amma yenə də ikisi də versin də qanaxma riski. Nə bilim, maraqlı olmuşdu. Bundan başqa stent qoyulduqdan sonra 95% hallarda tam, amma 20% hallarda isə yenidən 6 ay sonra stenoz yarana bilir və bu dual antiplatelet terapini də 30 ay müddətində veririk. Koronar arteri, bayaq dediyim bypass, bu nədir? Internal mammary arteriyadan götürülür və ya da ki, radial arteriyadan götürüb koronariya, yəni ki, bypass eləyirik. Əgər arteriya bypass oluna bilmirsə, venanın, safenius veni götürülür, elə keçirilir. Yəni ki, arteriyalara nisbətdə keçiriciliyi uzun zamanda daha çoxdur. 4 xəstədən birində 3 ildən sonra yenidən angina yarana bilir. Və ikinci tip şəkərli diabetdə optimal müalicədir və 80 yaşdan aşağı kişilərdə başqa əgər komplikasiyası yoxdursa, bu ideal bir müalicə üsuludur. Və bundan başqa asimptomatik işemiya görülə bilər. Tutalım, yanımıza 2 dənə xəstə gəlib. Biri 45 yaşında pilotdur. Elə belə check-upda bunun EKG-sində biz ST depressiyası görürük. Onda asimptomatik də hər hansı bir simptomu yoxdur. Bir də 85 yaşlı kişi gəlir, buna da EKG çəkirik, ST depressiyası görürük və yenidən klinikası yoxdur, hər hansı bir problemi yoxdur. Bu zaman nə edirik? Əgər pilotdur, təbii ki, yaş bizdə çox böyük bir rol oynayır. 85 yaşlı kişiyə heç bir şey eləməyəcəyik, amma klinikası olmadığı üçün. Amma pilotu isə biz angiografiyaya göndərəcəyik, səbəbini müəyyənləşdirməyə. Əgər xəstə koronar sindrom keçirdibsə akut, onda ST segmentinin depressiyası tapılır və bu yəni ki, risk faktorudur ikinci dəfə keçirtməsi üçün. Yəni ki, belə. Bu da ki, qısaca olaraq pirinç metaldandır. Bu pirinç metalda əsasən random olaraq daralması nəzərdə tutulur. Ani başlanğıclı koronar spazmdır və əsasən istirahətdə və yaxud da ki, səhərə yaxın, durana yaxın bunda belə bir ağrı yaranır və hətta ağrı olduğu müddətdə biz bu xəstəyə EKG çəkdikdə ST yüksəlməsi görə bilərik. Amma ağrı olmadıqda hər hansı bir şey görməyib, hətta angiyə göndərdikdə də hər hansı bir problem görməyə bilərik. Onda düşünə bilərik ki, biz bu pirinç metaldır və bu xəstələrdə əsasən yəni ki, tanı olaraq ergotamin sınağı provokasiya testi eləyirik və bu xəstələrdə lokasiya olaraq inferiorda, ikinci, üçüncü və AVF-də ST elevasiyası görürük. Və bunlarda da nə edirik? Nitrat və ya kalsium kanal blokatoru veririk və bu xəstələrdə aspirin vermirik. Aspirin verməməyimizin səbəbi də odur ki, aspirin verdikdə bir yerdə prostasiklin sintezi artmış olur. Bu da yəni ki, damarları daraldır. Yəni bu yenidən gedib bizdə koronar damarı daraldarsa, onda gəlib yəni ki, simptomatikaya səbəb olacaq, hətta vəziyyəti də pisləşdirə bilər.
Bu kadar. Bir de yarım sesim gelmişti. Gəlib Niqo, narahat olma. Tamam. Suallarınız varsa buyurun. Mənim sualım yox, Niqo. Bir də əlavəm var idi. Bayaqlarımı araşdırdım sən deyəndən sonra. O sualı müəllimə bizə verəndən sonra da mən biraz araşdırma eləmişdim. Belə bir şey yazılıb ki, əsas internetdə Xeralto varfarinə nisbətdə daha az antitrombotik effektə malikdir. Amma sırf bioqapaqlarda yox da mexaniki qapaqlarda istifadə eləməməyimizin səbəbi təkcə dərmanın öz xüsusiyyətinə bağlı deyil. Yəni mexaniki qapağın özü də tromblaşmaya daha çox meyllidir. Birazca da tromba qarşı effekti aşağı olan Xeralto istifadə eləsək yaxşı effekt verməz. Yəni həm burada məncə həm qapaqda, həm dərmanın özündə günah var. Mən ona görə düşünürəm ki, yəqin ki, mexaniki qapaq Xeralto istifadə eləmirik. Onda mexaniki qapaq özü tromblaşdırmaya səbəb olur. Amma biolojikdə belə bir şey yoxdur. Aha, bioloji deyirlər ki, bədən toxumasına tərkib olaraq daha yaxın olduğundan onun tromblaşdırma effekti daha zəifdir nəinki mexaniki qapaqların. Teşekkürler məlumat için. Bir Buyur. də belə bir əlavə eləmək istəyərdim. Adətən baxmayaraq ki, bioloji qapaqda istifadə edə bilərik. İlk 3 ayında, yəni tövsiyə olunan varfarin istifadəsidir ki, fərqi yoxdur. Bioloji yoxsa mexanikidir. Mütləq varfarin istifadə olmalıdır ilk 3-də. Maraqlıdır. Teşekkürler məlumat için. Sağ olun. Başka sual olan var mı? Yoxdursa mən də sağollaşa bilərik. Dinlədiyiniz üçün çox sağ olun. Çox sağ ol Niqo təqdimata görə. Əllərə sağlıq. Əllərinə sağlıq. Çox sağ ol. Gecə xeyrə qalsın. Siz sağ